Möhtərəm Azərbaycan Respublikasının Prezidenti Cənab Ali Başkomandan, hörmətli Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım, hörmətli Azərbaycan Respublikasının Baş Prokuroru Kamran müəllim, hörmətli Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli müəllim, mən Süleymanov Elçin Zakiroğlu 28 oktyabr 2025-ci il tarixində məhkəmənin ədalətli qətnaməsi ilə yenidən işə bərpa olunmuşam. Əvvəlkidə vaxtlarda işdən talan olunmuş nəqliyyat vasitələrinə biganə yanaşmadığıma görə işdən qovulmuşam. Və yenidən ədalətli qərarla yenidən bərpa olunmuşam və bu çəkilişi birbaşa parkdan eləyirəm. Arxamda duran texnika İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publiki Hüquq Şəxs Nəqliyyat və Xüsusi Texnika İdarəsinin balansındadır. Bütün bu dövlətin əmlakı talan olunub, sökülüb, dağıdılıb, bilinmir hansı səbəbdən, nə səbəbə görə. Sizlərdən xahiş edirəm, mənim harayıma səs verəsiniz, məsuliyyətli şəxsləri cinayət məsuliyyətinə cəlb etməyini sizdən xahiş edirəm, köməklik göstərin. Bu texnika heyifdir, hamısı dövlətin əmlakıdır. Xahiş edirəm, köməklik göstərin.